Biz artıq Lərməruda çatmışıq. Qohum-qonşular qonağı olduğumuz Qurbanovlar ailəsinə toplanıb. Sakinlərdən kəndin ən yaşlısını soruşuram. Hamı Xaniş kişi deyə birinin adını çəkir. Xaniş baba, neçə yaşınız var? 88. Darıxmırsınız buralarda? Kəndə adam dorxa. İnsanlar azdı bu kənddə. Əvvəllərdənmi belə olub, yoxsa çox adam yaşayıb əvvəl? Aval çok olub. Yarısı qərab, yarısı keçib. Yarısı bu yana uyan. Bu kənd böyük kəndi. Sizə heç 88 yaş vermək olmaz. Nədir bu cavan qalmağınızın sirri? Sağ ol da verirsən. Siz özünüzü 88 yaşında hiss edirsiniz, yoxsa deyirsiniz gümraham, yaxşıyam? Hala yaşırıq da. Nə qədər Allah ömür verim, yaşırıq da. Desəm ki, sizi özümüzlə Bakıya aparaq. Razılaşarsınızmı? Gedək aparaq, qalın orada bizlə. O qollarımda nə olar ki? Gülən adamsan, nəsə. Nə adamsan deyə, gülər adamsan. Talış dilində gülər adamsanı necə deyək? O çoxsan, sıra deyən iş. Sərədər. Biz indi nehrəni tökmüşük, qazana, ayrandır. Baxa bilərikmi? Açaq bəlkə baxaq. Baxız, nə olar ki, baxız. Bu, Bibican, qatıqdır, yoxsa süddür? Bu ayrandır. Qatıqı tökmüşük nehraya. Bu olub ayran, sonra qoyuruq burada ocağın üstünə, o olur şur. Talaşca cər deyirlər, Azərbaycanca şur. Bu təxmini nə vaxtda hazır olur? İndi biraz da olsa hazırdır. İndi olar. İndi olar, biraz qalır. Sonra bunu neynəyəcəksiniz? Yəni bunu götürəcək? Götürürük, tümbərəyadır, hamısı tökülür. Tümbərə nədir? O deyə tökülük də bir şeyə. Bəlkə biraz qısa talış dilində danışasınız. Qatıq ekordamın ban niyə? Ha, niyə da rüyan beda, qattamın çiydimi vordamın nuydamın kiyasa. Cər beda, cəriyə vordamın ekordamın bat tümə. Ay çağı peşi taporzunu damın ay hordamın.